Dualarım qəbul olmur. Ümidim üzülür. Nə edə bilərəm? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizin dualarınızı həmişə Allah qəbul edəcək, bir halda qəbul eləməyəcək. Nə vaxt? Əgər siz tələsirsinizsə. Soruşlar ya Rasul, tələsmə necə olur duada? Deyir, tələsmə odur ki, demək, dua edirdim Allaha, Allah mənə cavab vermədi. Artıq bunu demək, tələsmək deməkdir və bu məhz səbəbdir ki, Allah duanı qəbul eləməyəcək. Başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, müsəlman Allaha dua edirsə, 3 şeydən birini mütləq qazanacaq. Əgər o duada qovumluq əlaqəni pozmaq yoxdur, pis şey Allahdan istəmirsinsə, mütləq 3 şeydən birini alacaqsan. Biri, ya Allah sənin duana cavab verəcək. Gec-tez olacaq sən istədiyin şey. İkincisi, Allah sənin üçün başqa bir şey seçib. Ondan da xeyirlisi axirətdə. Və üçüncüsü, sənin başına bir bəla gəlməli idi. Allah Taala bu duaya görə səni bu bəladan qorudu. Ona görə bəzi sələflərdən gələrdi ki, onlar deyir, mən Allaha dua edəndə, Allah mənim duamı qəbul edəndə sevinirəm. Allah mənim duamı qəbul etməyəndə daha çox sevinirəm. Nəyə görə? Çünki birinci halda Allah mənim istədiyimi mənə verir. İkinci halda isə Allah mənə öz istədiyini verir. Və Allahın mənə istədiyi daha xeyirli deyil ki, mən özüm üçün istədiyim. Çünki biz bilmirik bizim üçün nə yaxşıdır, nə pisdir. Allah mənim üçün nəsə seçirsə, bu daha yaxşıdır. Ona görə mən daha çox sevinirəm. Xülasə müsəlman heç vaxt məyus olmasın, Allahdan israrlı istəsin və yəqin olsun onda ki, bu 3 şeydən birini mütləq Allahdan alacaq. Ona görə dua edən insan heç vaxt uduzmur. Heç vaxt.